Uşaqlar, bir qaydalardan biri də uşaqların tez-tez yadlarından çıxartdığı f, t, ş, t, x, t və s, t qaydası var ki, sözün sonu f, t, ş, t, x, t, s, t samiti ilə gələrsə və özlərindən sonra saitlə başlayan şəkilçi ya söz gələrsə, bu zaman t çevriləcək d-ya, olacaq f-d. Məsələn, ş-d, x-d, s-d. Bu şəkildə tələffüz olunacaq. Məsələn, 2 dənə nümunə yazıram. Bəxt və neft sözünü yazıram. Saitlə başlayan bəxtim yazacağım. Tələffüzü necə olacaq? Bax, bu şəkildə olacaq. Bir dəqiqə qarşısından yazım bunu. Bu şəkildə tələffüz olunacaq. Bəxdim deyə tələffüz olunacaq. Yəni, t-d-ya çevrildi. Neft aldım yazaq, söz yazaq. Neft f-d olacaq. Olacaq neft aldım. Neft aldım. Daha deməyəsən neft aldım. Deyəcəksən neft aldım d-na. Aydındır. Bəs bizdən samit gələrsə nə baş verəcək? Bu zaman t samiti tələffüzdə düşəcək. Bax, bu şəkildə deyəcək ki, məsələn, samit götürdük. Bu zaman t nə olur? Düşür. Yəni, neftçi sözü necə tələffüz olunacaq? Neftçi deyə tələffüz olunacaq. Məsələn, bəxt siz yazacaqsan, tələffüzdə deyəcəksən bəxt-siz deyə tələffüz eləyəcəksən. T oradan düşəcək. Sait olanda t-d-ya çevrildi. Samit olanda t samiti düşür. Bax, bu şəkildədir bu qaydada.